Hollywoodun tarixinə düşmək ümidi ilə Santa Catalina adasına çox sayda gətirilən bu qonaqlar burada özlərini rahat hiss edir. 1924-cü ildə filmə çəkilmək üçün təxminən 14 bizon bu adaya gətirilib. Film çəkilib qurtardıqdan sonra çəkiliş qrupu bizonları adada qoyaraq onları tərk etməklə yanaşı, həm də filmdə bizonların çəkildiyi epizodları kəsirdi. Lakin indi Catalinaya gələn turistlərin diqqətini ən çox məhz bu heyvanlar cəlb edir. İnsanın ürəyi dayanır. Onlar çox möhtəşəm varlıqlardır. Təsəvvür edə bilməzsiniz, onlar necə böyükdür. Lakin siz onlara baxanda yaxınlaşıb sığallamaq istəyirsiniz. Gözəl heyvandılar. Mən çox vaxt onları Amerika filləri adlandırıram. Onlar eyni şəkildə fəaliyyət göstərir. Onlar tüklü fillərdir. Şimali Amerika bizonlar üçün doğma məkan olsa da, Catalina onların doğma yeri deyil. Son 90 ildə bu adada əhalinin sayı o qədər artıb ki, artıq bizonların orada inkişafı mümkün olmayıb. 2002-ci ildən başlayaraq biz 4 bizondan 3-ünü onların doğma torpaqlarına, Şimali və Cənubi Dakotadakı Lakota, Sioux və Standing Rock rezervasiyalarına köçürdük. Orada bizonları öz yerlərinə alışdırmağa çalışıldı. Orada 100 il idi ki, bizon yox idi. Son illər doğma yerlərinə 500-ə qədər bizon köçürülüb. Onlar yerli Amerikalıların yemi, sığınacağı idi. Yerli əhali onların dərisindən özlərinə ev düzəldir, bizonların ətini yeyirdi. Bu, ekoloji baxımdan da faydalı idi. Catalinada isə bizonlarla təbiət bir-birinə tam uyğunlaşıb.